Salam əziz izləyicilərim. Mən Nur Cəbrayıl Səfərov Rasim sizlərə sosial media vasitəsilə ilk videomu hazırlamışam sizlər üçün. Sadə video hazırlamışam. Pafosu reklam tipli video deyil, sadə bir video olaraq hesab edeyim. Bir sual üzərindən videomu davam etdirmək istəyirəm. Sual budur ki, biz xəstələnən zaman fakt əvvəlatına müraciət edirik, yoxsa ənənəvi həkimə, yəni tibb elminə müraciət edirik. Bu sualı ümumiyyətlə bir xəstənin öz-özünə verməsi çox da məsləhət deyil. Çünki bu səhv sualdır. Nə üçün? Xəstənin vəzifəsi odur ki, ilk öncə xəstəliyin səbəbini aydınlaşdırsın, ondan sonra müalicəyə fokuslansın. Biz bəzən çox vaxt səhv edirik, əvvəlcə müalicəyə fokuslanırıq və bu da səhv müalicələrə gətirib çıxara bilər ki, hansı ki, xəstəliklərimiz ağırlaşır. Xəstəliklərimiz əksər vaxtı sadədir. Xəstələr həkimə müraciət etməlidir, səbəb aydınlaşdırmalıdır. Sonra əgər səbəb dəqiq bilinirsə, əmin olun ki, onun müalicəsi rahatdır. Mən xalq təbabətini pisləmirəm, nə də onu tibb elminlə müqayisə eləmirəm. Ümumi olaraq tarix üzrə filologiya deyirəm ki, xalq təbabətində adətən xəstəliyin səbəbinə yox, xəstəliyin simptomlarına uyğun müalicələr aparılır ki, halbuki günümüzdə müasir dövrdə xəstəliklər də mürəkkəbləşə bilər. Çünki mürəkkəbləşməyə səbəb odur ki, xəstəliklərin ilkin dövründə həkimə müraciət etmirik və simptomlar artır. Xəstəliyin səbəbi bu simptomlar içində itə bilər və bizi əsl xəstəlikdən yayındıra bilər. Ona görə erkən müddətdə həkimə müraciət etmək həm xəstə üçün, həm də həkim üçün daha əlverişlidir. Bir neçə misal üzərindən fikrimi davam etdirmək istəyirəm. Bu yaxınlarda bir neçə ay əvvəl bizə bir xəstə müraciət etmişdi ki, hansı ki 3 dəfə fes əməliyyatı keçirib. Fes nədir? Qarmolit olan xəstələrin endoskopik üsulla müalicəsidir. Yəni qarmolit, yəni bildiyimiz sinüzitli el arasında qarmolit deyirlər. Yəni bunun müalicəsi medikament, dərman müalicəsi var, açıq cərrahi yolla, qapalı fes yolla. Xəstə açıq üsulla əməliyyat olmaq istəməmiş və buna görə də birinci dəfə fes olmuş və uğursuz təkrar yaranmış, sonra bir də olmuş. 3-4 ay ərzində 3 dəfə fes əməliyyatı keçirmişdir. Xəstə bizə müraciət etdi, biz onun səbəbini aydınlaşdırdıq ki, xəstə bir müddət əvvəl yuxarıdakı dişlərini müalicə edən zaman Haymer boşluğuna zədələnib və dişdə istifadə olunan plomb maddəsi Haymer boşluğuna sirayət edib və bu da zamanla orada iltihab törədir. Bu cür, yəni demək odur ki, müasir tibbdə olsa da biz xəstəliyin səbəbini aydınlaşdıranda ona uyğun müalicə növünü tətbiq etmiş oluruq. Biz o xəstəni açıq üsulla etdik və xəstə xoşbəxt şəkildə indi öz işlərini davam etdirib, daha hemoroiddən, yəni sinüzitdən şikayətlənmir. Başqa bir örnək versək, əvvəllər apendisit xəstələrini açıq üsulla apendektomiya əməliyyatı edirdilər. İndi laparoskopik cərrahiyyə mövcuddur, müasir bizə işimizi rahatlaşdırır. Biz laparoskopik varkən apendisit xəstəsini açıq etməyimiz düzgün olmaz. Amma bəzi hallarda olur ki,
ağırlaşmış vəziyyətdə və başqa nüanslar olur ki, biz laparoskopik yol açıq eləməliyik. Yəni səbəbi, xəstəliyin diaqnozunu aydınlaşdırandan sonra düzgün müalicə tətbiq etmək olur. Xalq təbabəti səbəbləri aydınlaşdırmayıb, simptomlar üzərindən müalicə edən bir sistemdir. Yəni tarix baxımından baxsaq, indiki tibbin əsası xalq təbabəti olunur. Biz xalq təbabətinə pisləyərək heç nə əldə etməyəcəyik. Sadəcə müqayisəli şəkildə, yəni bizim əlimizdə seçim imkanları var. Ona görə biz çalışıb ən yaxşısını seçməliyik. Ən yaxşısını seçmək üçün də səbəb məlum olmalıdır. Bəli, elə səbəb ola bilər ki, bunu yalnız xalq təbabətindən müalicə etmək olar. Bu səbəb aydınlığı get xalq təbabətindən müalicə olun. Amma bəzən səbəb aydın olunur, müalicə edirsən, daha da ağırlaşır xəstəlik. Bir başqa örnək vermək istəyirəm ki, koklear implant var ki, biz lor cərrahların istifadə etdiyi eşitmə itirilmiş xəstələrdə eşitmənin bərpa etmək üçün olan bir əməliyyatdır. Böyük bir prosesdən ibarətdir ki, bunu heç bir xalq təbabəti və belə deyək, əvvəlki tibb bunu əvəz edə bilmir. Eyni ilə anju, stent kimi hallar var ki, bunları xalq təbabəti və ya məsələsini belə deyək, sovet tibbi bunu əvəz edə bilmir. Bir şeyi biz bu səbəb məsələsindən əlavə bir şey bilməliyik ki, profilaktika başqa şeydir. Yəni, profilaktika olur ki, sən xəstələnməmək üçün edilən addımlar. Bunlar başqa şeydir. Bunları, məsələn, müəyyən otlarla, fiziki üsullarla, yağlarla falan gedib müalicə ola bilərsən. Amma sən artıq xəstələnmirsənsə, bu başqa şeydir. Yəni, biz ümumiyyətlə, atalarımızın bir sözü var. Malı mala qatmasaq, işimiz rahatlaşacaq. Profilaktika əla. Əla başqa şeydir. Məsələn, belə bir indi müasir şeylər paylaşırlar ki, Çinlilər yılıq su içir hər səhər. Bu profilaktika üçün yaxşıdır. Amma artıq sənin mədəndə bir proses xəstəliyi inkişaf edibsə, məsələn, onkologiya başlayıbsa, orada sən isti su içərsən, amma ki, bu sənə xeyir etməyəcək. Sən üzə xəstəsən, sən gedib müalicə alınmalısan. Yəni, bunun fərqinə varmalısan. Mən bu videonu hazırlayıram ki, fərqindəlik olsun insanlarımızda. Öz işlərini bu mekanizmdən həyat keçirsinlər. Eyni zamanda bu o demək deyil ki, biz səbəbləri tam biləndən sonra hər xəstəliyi müalicə etmiş olacaq. Yox, elə deyil. Biz səbəbləri ona görə həm də bilməliyik ki, müalicəsi olmayan xəstəliyi səhv müalicə edib daha da ağırlaşdırmayaq. Müalicən yoxdur və özü bir şəkildə idarə edə bilirsən, stabil gedir. Amma sən səhv müalicə edirsən, o stabilliyi də itirirsən. Buna görə səbəb, yəni düzgün diaqnoz çox önəmlidir. Eyni zamanda profilaktika ilə xəstəliklərin müalicəsini qarışdırmaq olmaz. Məndən çox soruşulur ona görə. Çünki lor həkimlərdə xəstələrindən bir çoxusu qarmaritli xəstədir. Bu xəstələrin əksəriyyəti otlarla, fiziki üsullarla özlərini müalicə etməyə çalışırlar. Ona görə sən artıq xəstəsənsə, sən gəlib müalicə olunmalısan. Və bu sağollaşmazdan əvvəl bu videonu mən Ramazan bayramı ərzində çəkirəm və sizlərə öz bayram sevincindən sizin bayramınızı təbrik edirəm. İnşallah gələn Ramazanda da sizlər üçün bir yazılmaq mənim nəsib olar. Bugün ayının artıq 19-undan 20-sinə keçən vaxtı Mart ayı 2026-cı ildir. Sağ olun, salamat qalın.
sağlam olun.